Autizmlə sağalmaq olar? Autizm xəstələri cinlərlə, cadu ilə, gözləməklə bağlı ola bilərmi? Bu suala Loğman bəyin xəstəsinin anası öz dilindən danışacaq. Siz də bu xəstənin əhvalatını, anasının etirafı... Son zamanlar autizm diaqnozunun cadularla, cinlərlə əlaqəli olduğu, ruqiyyə və dualarla aradan qaldırıldığı iddia olunur. Autizm diaqnozu cin və ya caduların təsirindən yaranan bir vəziyyət kimi qəbul edilir. Autizm spektr pozuntusu insanın beyin inkişafı və məlumatları emal etmə xüsusiyyətləri ilə bağlı olan neyroinkişaf fərqliliyidir. Dua və mənəvi dəstək insanların özünü daha yaxşı hiss etməsi üçün onlara kömək ola bilər. Lakin bunları autizmin müalicəsi və yaxud da ki, autizmin səbəbi kimi nümayiş etdirmək bu doğru bir yanaşma deyil. Sosial şəbəkədə yayılan hər videoya tənqidi yanaşmaq, məlumatın mənbəyini və elmi əsasını araşdırmaq mütləq vacibdir. Xüsusilə uşaqların inkişafı ilə bağlı olan mövzularda yanlış məlumatlar ailələrin vaxt və imkan itirməsinə səbəb ola bilər. Uşaqların inkişafını dəstəkləmək üçün ən doğru yol mütəxəssis qiymətləndirilməsi və uşağın inkişafına uyğun proqramın qurulmasıdır.